Bismillahirrahmanirrahim. Səbr imanın yarısıdır. İnsan həyatı daim imtahanlarla doludur. Bəzən sıxıntı, bəzən itki, bəzən xəstəlik, bəzən insanların haqsızlığı və bütün bu hallarda Allah bizə bir silah verir. O da səbirdir. Peyğəmbərimiz buyurur, səbr imanın yarısıdır. Yəni bir müminin sabit, təmkinli, Allahdan razı bir şəkildə yaşaması ancaq səbirlə mümkündür. Quranda dəfələrlə səbirli insanlar təriflənir. Allah səbr edənlərlə bərabərdir. Fikir verin, Allah bizi yalnız buraxmır. Əksinə deyir, mən səbr edənlərləyəm. Bu necə böyük bir ümiddir. Əsl səbir çətinlik gəldiyi an göstərilən səbirdir. Dişini sıxıb deməkdir. Ya Rəbb, bu da səndəndir. Mən razıyam. Sənə təvəkkül edirəm və sənə arxalanıram. Səbir acizlik deyil, əksinə səbir qəlb gücüdür. Şikayət etmədən Allaha arxalanaraq dayanmaqdır. Mömin bilir ki, hər çətinlikdən sonra bir asanlıq gələcək. Necə ki, Quranda deyilir. Həqiqətən hər çətinliklə bərabər bir asanlıq vardır. Unutma, səbirli olan uduzmaz. Dünyada da uduzmaz, ahirətdə də uduzmaz. Gəlin həyatımızda səbirli olaq. Ailəmizdə, işdə, çətinliklərdə, ibadətdə. Çünki səbir Allahın sevdiyi bəndələrin sifətidir. Və sonda dua edək. İlahi, bizə səbirli ürəklər ver. Bizi sınadığın zaman imtahana tab gətirən qullarından qərar ver. Qəlbimizi rahat, dilimizi şikayətdən uzaq tut. Bizə səbirlə gözəllik qazananlardan olmağı nəsib et. Amin ya Rəbbəl aləmin.